Boğazda düyün varsa, arıqlama iynəsi istifadə etmək olmaz. Uzman terapevt Əfsanə Bayramova arıqlama dərmanlarının vurulma qaydasını açıqlayıb. 0.25-i ekranda qoyuruq. Göbək ətrafına, dəri altına həftədə bir dəfə eyni gündə vurulur. 4 həftə 0.25 ilə başlayırıq. Hər həftə gəlməlidir pasiyent. Pasiyent özü istifadə edə bilir. İnsulin kimidir, yəni ucluğu var. Vurmamışdan qabaq mütləq həkim müayinəsi. Müalicəyə başlamamışdan qabaq mütləq şəkildə bir testləri dəyərləndirib elə təyin edirik. Sonra pasiyentə özü evdə vura bilər. Bəli, üstü olar. Arıqlama iynələrinin farmakoloji adı GLP-1 agonistləridir. Agonist nə deməkdir? Yəni GLP-1-i təqlid edirik. Özünü GLP-1 kimi aparır. GLP-1 nədir? Yəni toxluq mərkəzini idarə edən reseptorlardır. Yemə bizim iştahımız kəsilir və bunu istifadə edən zaman və mədənin boşalması gecikir. Az-az yeyirik. Yəni yemə istəyimizi, yemə iştahımızı baskılayır. Həm şəkərli diabetli xəstələr üçün FDI, Dünya Dərman və Qida Administrasiyası bu GLP-1 agonistlərin, arıqlama iynələrini həm diabetli xəstələr, həm də artıq çəkili bədən kütlə indeksi 40-ın üzərində, 35-in üzərində olan xəstələr üçün nəzərdə tutubdur. Amma bəzən aşağı bədən kütlə indekslərində də yumurtalığın polikistik over sindromu, diabet və başqa ürək-damar xəstəlikləri varsa istifadə etməyi tövsiyə edirik artıq çəkili xəstələrdə. Bu dəqiqə hal-hazırda ən çox istifadə etdiyimiz tərkib semaglutid və tirzepatitdir. Tirzepatit ölkəmizdə var, əldə olunur, amma tam qeydiyyatdan keçməyib. 1-2 ay ərzində qeydiyyatdan keçmiş olacaqdır. Həftədə bir istifadə olunur, aşağı dozalarda başlayırıq. Həkim evdə həkim müayinəsi olmadan arıqlama dərmanlarına başlamağın fəsadlarını da vurğulayıb. Hər dəfə bu barədə danışırıq ki, yanlış istifadədən qaçsınlar. Həkim nəzarəti olmadan elə hər kəs sözü alıb başlamağı da fəsadlara gətirir. Niyə? Çünki mütləq şəkildə başlayanda əvvəlcə pankreatit öyküsü, mədə-altı vəzin vəziyyəti nə yerdədir, bunu dəyərləndirmək lazımdır. Tiroid vəzində bir düyün varsa, arıqlama dərmanları vəziyyəti kəskinləşdirir deyə Əfsanə Bayramova xəbərdarlıq edib. Nədən qorxuruq? Medullar tiroid kanseri riskindən. Çünki əgər tiroiddə bir düyün varsa və bu gələcəkdəki medullar tiroid kanseridirsə, biz bu iynələri istifadə etməklə onu biraz da alovlandırmış olarıq. İndi başlayanda da hər pasiyentə medullar tiroid kanserin varmı və yaxud da ailəndə tiroid kanseri olan varmı deyə sorğulamaq da çox effektiv bir cavab vermir bizə. Çünki keçən dəfə Könül xanımla danışıram, artıq cəmiyyətimiz elə bir hal alıb ki, qohumluq əlaqələri çox zəifləyib deyə. Yəni gənclərin, hər kəsin qohumlardan, xəstəliyindən belə çox xəbəri yoxdur. Yəni bir insana sorsan ki, ailəndə, xalanda, əmində, dayında tiroid kanseri varmı? Çoxunun xəbəri də yoxdur. Yəni Sonda həkim arıqlama iynələrinin effektivliyindən bəhs edib. Effekt verir, həm çəkinin azaldılmasında, həm diabetli xəstələrdə qan şəkərlərinin düzəldilməsində, insulin direnci olan xəstələrin əksəriyyəti çəkili xəstələrdir, əksəriyyəti. Çəkisi az olan xəstələrdə var, insulin direnci olan və çəkili xəstələrin əksəriyyətində diabet riski də var deyə hətta kardioloqlara belə, yəni ürək-damar xəstəliyi olanlarda, ürəyin işemik xəstəliyi və yaxud da koronar arter xəstəliyi olanlarda belə çox yüksək nəticələr əldə olunmuşdur. Çünki onların da hamısına artıq çəki, insulin direnci mənfi təsir edir. Orqanizm bir bütündür. Bütün orqanlar hamısı bir-birinin işini pozur və yaxud da yaxşı çalışanda hamısı bir-birinin işini yaxşılaşdırır. Həkim bu iynələrdən istifadə edərək arıqlayan pasiyentlərin məmnunluğu ilə bağlı çoxsaylı təşəkkürlər aldığını da vurğulayıb.